Mənim adım Elmirdir. Bu gün sizlərlə bərabər Minecraftda necə məsələn komut eləyərək məsələn meşale necə ala bilərsiniz. Məsələn deyək ki, yaratıcı modda məsələn görürsünüz ki, burada meşale almaq olur. Bu düzdür, yəni bunu hamı bilir. İşlətmək də olur. Yəni nəysə bu məsələn buradan da almaq olur, amma məsələn deyək ki, bu komutdan almaq istəyirsiniz. Onda göstərim bir dəqiqə. Şimdi bunu belə deyim. Bura gəlirik bu 3 dənə mesaj olan yerə, yəni 3 dənə bu nöqtə olan yerə basırıq və burada gördüyünüz kimi burada düym yer var. Bura basırıq. Bu xətt qoyuruq və yazırıq ki, give. Yəni bir dənə arasında boşluq qoyuruq və ət işarəsini qoyub S qoyuruq yanına və bir dənə boşluq buraxıb burada istədiyiniz şeyi çağıra bilər, spawn eləyə bilərsiniz. Məsələn belə deyim ki, məsələn meşale deyək ki, meşale ingiliscə toruz deməkdir. Toruz yəni elə bir şeydir. İngiliscəm o qədər yaxşı deyil, nəysə. T-O-R-C-H basırıq və gördüyünüz kimi bizə bir dənə meşale verdi. Yəni sadəcə yaratıcı yox, yəni bu komutdan da almaq olar məsələn. Bu arxadakı daş bu şeydir. Mən bir dənə bayaq bir şey yoxlayırdım burada. Yəni bu deney kimi bir şeydir. Nəysə boş verin. Gördüyünüz kimi buradan bir dənə meşale almaq olur. Amma məsələn deyək ki, mən bir dənə yox, daha çox almaq istəyirəm. Onda gəlirik bura, yazırıq yenə eyni şeyi, give ayrı et s. Burada yazırıq ki, T-O-R-C-H və bir dənə yerinə, məsələn, deyək ki, 64 dənə istəyirsə, yəni oyunda maksimum 64 dənə şey almaq olur. Ona görə arasına bir dənə də boşluq qoyub və 64 yazırıq. Və ondan sonra ileriyə basırıq və gördüyünüz kimi 64 dənə meşalimiz gəldi. Gördüyünüz kimi. Və məsələn, bundan başqa şeylər də almaq olar. Məsələn, bu arada bilməyənlərimiz varsa, give arasına boşluq et s və yazırıq ki, bariyer və oyunda bariyer də almaq olur. Və bu bariyer bilməm bəziləriniz bilirsiniz ya da bilmirsiniz. Buradan belə bir şeylər belə məsələn qoymaq olur bu bariyer. Və bu arada məsələn bu belə görünməyini məsələn bunu gördüyünüz kimi məsələn bu envanterin sağ, yəni boş olan yerə basanda gördüyünüz kimi bariyer görünmür. Amma məsələn bariyer məsələn görünmür, amma buranı belə deyim, yəni gizlədir. Yəni məsələn buradan belə getmək olmur. Daha üstünə tumanıb getmək olur. Və ya məsələn buradan 2 dənə eləsəz və bunu belə silsəz, yəni bu boşluğa bassaz envanterinizə gördüyünüz kimi heç cürə getmək olmur, üstünə tullamaq olmur. Yəni bu qəşəng bir şeydir. Bəlkə məsələn bundan məsələn şəhər falan düzəldəndə deyək ki, məsələn marketdə bir dənə köylü qoyursunuz. Köylü deyirsiniz ki, buradan çıxmasın da. Hətta yoxlayaq onu da. Deyək ki, köylü yumurtası. Köylü. Və məsələn deyək ki, belə bir şeydir. Və deyək ki, bu köylünün buradan çıxmasını, məsələn, bura köylü qoyuruq. Məsələn, elə fikirləşib bu uca marketdə bura köylü qoyuruq. Və gördüyünüz kimi köylü burada durur. Amma məsələn bu köylüyə vuranda gördüyünüz kimi buradan çölə çıxıb qaça bilir. Və ya məsələn bunu engelləmək istəyirsinizsə, bu bariyeri məsələn belə arxasına bağlayırıq. Və bir də üstündən də belə bağlayırıq. Dəqiqə. Üstündən də bağlayırıq. Buraları da bağlayırıq. Buradan da. Hətta buradan da bəlkə qaça bilər deyə buradan da. Yəni hər şey güvənə alaq. Belə. Vəsə. İndi bu köylünü bura qoyuruq. Və gördüyünüz kimi artıq köylü heç cürə qaça bilmir. Məsələn buradan da gəlir bir dəqiqə. Hətta belə demək olar. Məsələn deyək ki, kassaya güya məsələn əşyaları almısınız. Və kassaya məsələn bu güya məsələn deyək ki, əşyanı qoymaq istəyirsiniz. Məsələn gördüyünüz kimi bu əşya kassaya getmir güya. Onun yerinə buradakı bariyerləri qıra bilərsiniz. Və bu bariyerləri qıranda artıq köylü buradan heç cürə çıxa bilməz yenə də. Çünki yəni burada bir blok çıkış var. Məsələn bu ikisi də qırıq olsaydı bu köylü buradan çıxa bilərdi. Amma indi çıxamır. Məsələn deyək ki, əşyanı atırıq bura.
Gördüyünüz kimi indi atmaq olur. Yəni belə məsələn deyə belə eləmək istəsə olar. Gördüyünüz kimi bariyeri belə eləyirik. Bu sildi heç nə bilinmirdi. Yəni elə bilirsə ki, güya yəni bu sadəcə yerində durdu. Yəni kassir kimidir. Nəysə gördüyünüz kimi buradan belə almaq olur. Bu arada bu bariyer şeydə yoxdur. Yəni buradan heç cürə tabanmazsınız o envanterdə. Məsələn qırmızıda da yoxdur. Burada da heç yerdə yoxdur. Sadəcə bu komutdan ala bilərsiniz. Məsələn komutdan sadəcə bunlar deyil, başqa şeylər də ala bilərsiniz. Məsələn give s. Bu arada bu s belə məsələn bu s yerinə məsələn a da qoya bilərsiniz. Amma məsələn deyək ki, dostlarınızla məsələn 3-4 nəfər oynayırsunuzsa, bu @a qoyuruq və bir dənə belə boşluq qoyanda məsələn deyək ki, bir dənə taxta yazırsınız ya da məsələn elmas, məsələn diamond, yəni elmas diamonddur. Hə. İndi basırıq və görürsünüz ki, mənə elmas gəldi. İndi düzdür, başqasına gəlməz çünki mənim dostum yoxdur indi oynamağa. Yəni dostum yoxdur. Amma görək də, yəni bəlkə nə vaxtsa oynaya bilsəm kimsə ilə. Nəysə boş verək. Məsələn bu elmas sadəcə mənə yox, başqasına da gəlir, amma dediyim kimi adam yoxdur ona görə. Nəysə amma deyək ki, mən sadəcə məsələn deyək ki, məsələn dostları trolləmək istəyirsinizsə, onda məsələn buradan gəlirsiniz. Give s ayrı. S yazanda sadəcə sizə gəlir. Məsələn TNT alırıq. TNT-ni qoyuruq ki, bu dostunuzun evi kimi fikirləşdirir. Başqa patladırıq, sonra da qatırıq. Amma onun xəbəri yoxdur. Yəni xəbəri olmur ki, bu TNT necə gəldi. Yəni kim elədi bunu? Yəni həm TNT sadəcə məsələn basarız, ona da gələrdi, onu da anlaya bilərdi. Yəni belə də troll eləyə bilərsiniz. Nəysə, bundan silək, boş verək. Bəli, deyəsən artıq video bura. Yox, video bura qədər deyil. Bir şey də sizə açıqlayım. Bu arada məsələn gördüyünüz kimi mənim ekranım belə demək ki, hər şeyi göstərir. Yəni belə tablet kimidir. Və niyə belə uzaqdan göstərir? Və bir də hətta bunları da silim. Bunu da dəncək. Hə. Və bu məsələn bu şey eləmək istəyirsinizsə, bu give kodu eləmək istəyirsinizsə, bunu olaraq eləməlisiniz. Bu yuxarı gəlirsiniz, ayarlar. Gördüyünüz kimi bir dəqiqə. Hə, gördüyünüz kimi burada hilə var. Hilə əgər ki aktiv olmasa, məsələn hiləni də aktiv eləməyək. Gördüyünüz kimi burada olmur. Yəni burada o xətt olmalıdır ki, bu da olsun. Məsələn yazaq məsələn give s. Görürsünüz, hətta burada belə heç nə çıxmır, amma yenə də məsələn torc yazaq. Torc. Gördüyünüz kimi gəlmədi. Hilələr bu dünyada etkin deyil. Ona görə hiləni etkinləşdirmək lazımdır. Hiləni etkinləşdirək. Dəqiqə. Hiləni etkinləşdirdikdən sonra gördüyünüz kimi bu xətt də məsələn deyək ki, dostunuzun yanına ışınlanmaq istəyirsinizsə, belə məsələn eləyib ışınlanırsınız. Bu arada ışınlanmaq da məsələn deyək ki, məsələn özümü hara ışınlanmaq istəyirəm? Dostumun yanına. Onda bura özümü yazıram. Ondan sonra nereye? Dostumun yanına basıram və belə də dostumun yanına ışınlanıram. Amma ki dostunuzu öz yanınıza ışınlamaq istəyirsiniz, sonra bunu tam tərsinə edirsiniz. Işınla kimi, məsələn deyək ki, bu səfər dostumu nereye? Yanıma. Basıram və dostum gəlir yanıma. Yəni belə olur. İndi mənim dediyim kimi dostum yoxdur oynamağa. Nəysə, əslində dostum var oynamağa. Sadəcə Minecraftda nəsə bilmirəm deyir, Microsoft falan açmaq lazımdır. Yəni onu heç özüm də tam olaraq eləyə bilmirəm hələ ki. Yəni biraz problem yaşayıram. Amma görə də bəlkə nə vaxtsa düzəldə bilər. Hətta dostlarımla elə ki oynaya bilsəm, onda çox daha qəşəng olar. Yəni daha belə aktiv videolar gələr. Məsələn zengin fakir kimi elə bir şeylər. Nəysə, hə bir də bu sizə dediyim kimi bu məsələn bir də bu ekrandakı üstə gəl işarəsi var ha. Və bu arada bilirsiniz ki, bəzən məsələn Minecraftda demək ki, çox oyunçu belə oynayır. Yəni orijinal oynayır, belə deyim. Məsələn FOV gördüyünüz kimi məndə 110-dur, amma çox oyunçu bunu belə oynayır. Məsələn 60 FOV-da oynayır. Məsələn baxın belə oynayır. Və hətta burada şey də var. Onları bir dəqiqə. Belə cepdir. Gördüyünüz kimi can bir də burada yuxarıda göstərir. Bunu da sizə göstərim, bəlkə eləmək istəyirsiniz.
yaratıcı və gördüyünüz kimi can yuxarıda göstərir. Bunu məsələn deyək ki, kompüter kimi və hətta ekranda uzaqlaşdırmaq istəyirsinizsə, gəlirsiniz bu videoya, bu belə uzaqlaşdırırsınız və burada cep yerinə klassik eləyirik. Və bu arada bu məsələn deyək ki, çox adam oyunu belə oynayır. Bir dəqiqə. Komanda kontrolləri yerinə belə oynayır. Gördüyünüz kimi, yəni bu belə məsələn telefonda demək ki, ham belə oynayır, belə ekrana bas. Məsələn, deyək ki, burada çimi qırmaq istəyirəmsə, onda bu tərəfə basmalıyam ki, qırılsın. Amma məsələn mən belə o üstə gəlir ki, bu arada mənim canım niyə azdır, onu da deyim. Mən bir dənə nədir onun adı, heyvan mod eləmişdim. Yəni belə heyvanlara dönüşmə falan. Ona görə canım belə qalıb. Yəni narahat olmayın, yəni bug falan yoxdur. Və bu arada o modu da sonra göstərəcəm. Yəni sonra paylaşacağam. Yəni bu videodan sonra hər halda paylaşacağam onu da. İstəyənləriniz varsa. Neyse, bu da belə. İndi ayarlardan çıxırıq və bu arada dediyim kimi o komanda kontrolləri eləmək istəyirsinizsə, bu klavyədən gəlirik. Bir də ki, bəzi adamlar da otomatik zıplama ilə oynayır və bu otomatik zıplama bağlamaq istəyirəm. Mən dost əvvəldən bağlı idi. Otomatik zıplama buraya basırsınız, bağlayırsınız. O komandada da var. Burada belə açıq olur. Buradan da basıb bağlayırsınız. Ondan sonra gəlir dokunmaya. Dokunmada da deyəsən var. Bir dəqiqə. Dokunmada yoxdur deyəsən. Deyə burada da var imiş. Buradan da bağlısınız və vəsiyo. Ondan sonra artıq heç cürə karakteriniz məsələn bir blokun yuxarısına tullanmır və yəni avtomatik olaraq tullanmır. Sadəcə onu siz yönəldirsiniz və komanda kontrollərini gördüyünüz kimi buradan basırsınız. Artıq komanda kontrolləri hazırdır. Gördüyünüz kimi, yəni məsələn bu üstə gəlir, mən məsələn deyək ki, üstə gəlir bura tuturam. Onda ekranın fərqli istədiyim yerinə basa bilərəm. Basıram, məsələn bura basam, yenə də oranı tutur. Məsələn, ya bu toyuğa vurmaq istəyirəm, gətirəm bu üstə gəlir bunun üstünə və basıram, öldürəm. Öldürdüm. Neyse, bu əşyaları da silək. Bəli, gördüyünüz kimi belə kompüter. Bu arada bu dediyim kimi bu cep də odur ki, cep məsələn canı yuxarıda göstərir, amma məsələn belə aşağıda göstərmək istəyirsinizsə, burada gəlirsiniz, bu videoya basırsınız. Biraz aşağı düşürsünüz, klassik cep yerinə bunu cepdən klasika gətirirsiniz və vəsiyo hazırdır. Və bu arada məsələn əgər ki oyununuz kasırsa, onda bu çankı azaldır. Məsələn məndə əvvəl 9 ya da 10, 11 falan idi. Deyəsən 12 idi. Məndə oyun çox kasır. Dedim görsən niyə belə olur? Ondan sonra çankı düşürdüm. Ondan sonra gördüm ki daha rahat oynamaq olur. Yəni belə daha rahatdır. Bəli, gördüyünüz kimi dostlar, videomda bura qədər idi. Başqa da bir şey qalmadı, yəni komut olaraq. Bundan sonra da modları deyəcəm. Məsələn, hansı modlar var? Məsələn, furniture, yəni məsələn ev modu falan. Onların da hamısını bir-bir sizə göstərəcəm. Nəysə dostlar, bu günlük bu qədər. Sağ olun, salamat qalın.